3 gün bundan qabaq bizon qabı yığmaqdan gəlirdim. Gördüm ki, Seymurdur, dədəliği maisdir, bir də aşağı başın baş narkomanı, Canı, 1995-ci il təvəllüddür, Əlağalı Şahin Vaqifoğludur. Oturublar Kamaz Sabirin evinin dalındakı vaqonun qabağında küləylər fıskırtırlar. Məni görüb qaçıb girdilər qəbristanlığa. Bu insanlar gecə səhərə kimi hele bu küçələrdədirlər. Bunların qarşısında alan yoxdur. Plan çəkirlər. Seymur gecə səhərə kimi dədəsi Maislə, Əlağalı Şahin Vaqifoğlu'na mənim qapımda fırlanırlar. İtimi də narahat eləyirlər. İmkan vermirlər ki, öyümdə yaşayayım ki, biz qərənfili öldürəcək, bu öyü satıb ələ keçirdəcək. Bunların qarşısı niyə yığmırlar? Seymur suka agentdir deyənə, suka işlədiklərinə güvənir. Onun suka işlədiklərindən böyük yerin vəzifəsinin məndə nömrəsi var. Zəng elin məlumat verəcəm. Ya bu dillaq dodaq Seymurun, Petuq Maisin, Petuq Şahinin qarşısını alırsınız, almırsınızsa, mən lazım olan yerə məlumat verəcəm. Ondan sonra hamı peşman qalacaq. Seymur oğrudur, insan alıverçisidir, ermənidir, Ermənistana işləyir, TikTokda ermənilərlə yazışır. Bu adamın da qarşısını alan yoxdur. Kim itirsə, öy əşyası, insan, nə itirsə, yoxa çıxırsa, hamısın Qalınçaq kəndinin oğru sakini Kərimov Seymur Oqtayoğlu, dədəliği Məcidov Mais İlyazoğlu oğru ellər. Bunların qarşısını alan yoxdur. Bunlara da bu aşağı başlayan sulka agent işləyən, Qarolda dayanan 1995-ci il təvəllüddür Əlağalı Şahin Vaqifoğludur. Bəsdir də, yığışdırsınlar da bu peysərlərin qabağı, bu nəsilsizlərin qabağı, əsilsizlərin qabağı. Dillaq dodaq Seymur, mənlə öy tikmirsən, qəhbə qanundan çıxan, dədəsindən bir xəbər, anasının altına salan oğraş, mənlə öy tikmirsən ki, mənə qalsın, daşşaq dodaq. Öyümün bütün əşyaların oğrayıb, o qəhbə maisə sikdirən anonun öyünə yığdın, bəs eləmir, o anon ki, kliyentə çıxır, meşələrdə şəkbildətir, maislə